Salam, hörmətli göyərçin sevərlər. Bugün 2026-cı il 29 may Məlik Rzayev Rəşad kişinin təqdimatındayıq. Məlik Rzayev Rəşad kişi Bakı Göyərçin klubunun həm ağsaqqalı, həm də ki dembil quşbazıdır. Yəni ki Bakı Göyərçin klubu yaranan gündən bugünkü günə kimi Rəşad kişi bizim aramızdadır. Fürsətdən istifadə edib Elnur qardaşımızı da salamlayıram. Aleyküm. Ceyhun qardaşımızı da salamlayıram. Elnur Ceyhun Novxanı kəndini təmsil edir. Allah can sağlığı versin hər iki yoldaşa. Sizlərə də uğurlar arzu edirəm. Elnur da Bakı Göyərçin klubunun birinci günündən bugünkü günə kimi klubumuzu da bir-birimizdən əl-ələ verib bugünkü günə kimi dayanmışıq. Allah can sağlığı versin. Ceyhun keçən il başqa klubda yaxşı saat nəticələri ilə çempion olub. Bu günləri yenə də Bakı Göyərçin klubunu seçib yanımızdadır. Allah canını sağ eləsin. Ona da uğurlar arzu edirəm. Rəşad əmi maşallah olsun. Göyərçinləri də gözəl saatlar, gözəl nəticələr göstərmiş Bakı quşlarıdır. Cinsən təmiz, sıf Bakı quşları saxlayır. Allah Rəşad əmi sənə can sağlığı versin. Uğurların bol olsun. Salam aleyküm, hamısı salamlar dedik. Hamısını Allah canlarını sağ eləsin. Göyərçini də saxlaydıq. İnşallah yaxşı olar. Göyərçin sevərləri salamlayıram. Hamını. Rəşad əmi də 2023-2024 mövsümündə bizimlə bir yerdə olub. Ən belə hörmət elədiyimiz, ağsaqqal bildiyimiz, sevdiyimiz insanlardan biridir. Allah ona can sağlığı versin. Xətrə həmişə əziz olsun. Bu il 2026 yarışında da Bakı Göyərçin klubundadır. Ona uğurlar arzulayıram. İstədiyi nəticələri inşallah əldə eləsin. Senin kırmızı kuyruğu oraya erkek. Kırmızı falan. Yaxşı nəticələr olsun inşallah. Pamatik. Ürək istədiyindən də artıq olsun inşallah. Zaten saçın göyden gelende oynamaktan ses geri gelir. Baxmayaraq ki may ayıdır. Baxmayaraq ki may ayının axırıdır. İqlim dəyişikliyinə görə bu il bütün göyərçin sevərlər üçün uçuşla bağlı çətin olacaq. Allahın köməkliyi ilə o çətinliklərə baxmayaraq lazım olan göstəriciləri Allahın köməkliyi ilə öhdəsindən gələr. Bakı Göyərçin klubu həqiqətən də güclülər klubudur. Hər bir yarış iştirakçısına uğurlar arzu edirik. Çox sağ olun. Sağ ol. Salam aleyküm. Bütün quşbazları salamlayıram. Göyərçinə həvəsi olanları salamlayıram. Rəşad əmiyə Allah xeyirli ömür versin. Qonağıyıq. Maşallah olsun. Yaxşı heyvanlar var. Allah'ın izindən baxırıq. Rəşad əmiyə uğurlar arzulayıram. Bu yarışmada Allah'ın izindən gözəl nəticələr görək. Gələk yaxşı uçuşlar görək, istirahət eləyək. Valla bir qardaş oğlu kimi dəstəyəməm ya. İnşallah xeyirlisi Allah'tan. Allah nə nəsib eləyirsə, onu da nəsib eləyəcək inşallah. Bizim deməyimizlədir. Yəni, kuşu uçurmaq bir gündür, o da o gündür. Allah hamıya nəsib eləsin. Bütün iştirakçılara uğurlar arzulayıram. Fərqi yoxdur, yəni. Rəşad əmidir, Elnur qardaşdır. Bir olmaq lazımdır, dəstək olmaq lazımdır. Bu bizim klubumuzun adıdır. İnşallah ki, gözəl nəticələr olacaq. Buna inanıram inşallah ki 2026-cı il tarixə düşəcək. Bakı Göyərçinlər klubunu düşür inşallah. Rəşad bəy, bir dənə olsa, benim olsa
sırf dayanmadan arabada sevdi çalıştın bu hayatta. Bu həyətdə 95-ci ildə. 95. Oradan bu yana gelen kuşlar var mı yoksa? Yox, oradan bax çıxanlar. Yox, Onların məndə neslinden, töremesinden. yox qalmayıb. O mən əvvəl saxlamışam Güzə kəndində. Orada da ki 11 yaşından saxlamışam. 95-ci ildə bura gəlmişəm. Arada 2 il əsgərlik olub ki saxlamamışam. Bizim nəsildə quş saxlayan olmayıb. Elə atam görür kilolu ya müayinə bəyəndən çıxarım rəhmətlik. Dostları vardı, Bayram, Ağazər, onlar dedi, hərəsi bir cüt quş verdi, oyuna başladı. Dayla ondan bəri bunların əl çəkən bildik. Kuşlara değişiklik, evvelki izler gelmişler böyle tepkilenmiş. Kuşlara çok değişiklik ediyor. Yani kuşlara Elə əvvəlki quşların elə ki korpusdan dəkmişəm, həmin quşlardır. Korpusda başqa quşları tuturub korpusdan nazilmişəm, əlini quyruqları yığışdırmışam. Maşallah. burada hansı kuşun nesi yaşı var mesela? Koca kuşun nesi yaşı var burada? 17 var, 18 var, 10 var, 12 var, 14 var ağarşik. En yaşlı kuş 18 yaşıdır. Mayadır. Bu təsəvvürlə ki bu kuşların hamısından nənəsi odur. Hamısından. Ben 2 cüt kuşun üstünde çekip 2 dənə mayan. Bunları elə bir ki ikisinin hərəsini bir yaxşı kuşa vurmuşam. Sonra onlardan balalar aldıqca balaları 3 dəfə qaytarmışam anıya. 3 dəfə qaytarandan sonra 2 cütün balaları vurmuşam bir-birinə. Onlardan çıxan balayı tutmuşam ben. Mən minə o bir-birinə vurulan balaların çıxışını tutmamışam. Onlar da heç hansı kuşa vururamsa maşallah yaxşı verir. Bax götürmüşəm kuş, Allah canını sağ eləsin, Əlfa kişidən, Eşəm vermək, Qasım verim. Onların da maşallah kuşları niyə vurmuşam yaxşısı. İmini öz yetişdirdiğim kuşları vuradım onları. Ama ki məsələn, səndən mən bir cüt kuş getirmişəm, bir-birinə vurmamışam. Ancaq öz kuşlarımla. İşlem sana. Evet. Bu sakladığım koyduğum müddətdə maşallah olsun. Sənin üçün mayalar üstünü təşləyib, erkəklər üstünü təşləyib. Həm qan daşıyıcılığı olur, həm də uçuş olur. Mənim üçün mayadır, amma ki erkek də güclü olmalıdır. Erkek də yaxşı olmalıdır, maya da yaxşı olmalıdır. Maya heç olmasa erkekdən bir 5 santim yuxarı olmalıdır. Maya 5 santim yuxarı olmasa, orada nəticə çətin məsələdir. Görəsən nə nəticə? Nəticədən nəticəyə tostafot var. Elə nəticə var ki, indi hamısımız görməmişik o. Amma ki, kuşda olmayan şey yoxdur, hər şey var. Prosta düzgün işləyib nəticəyə ortağa çatmaq lazım. Allah canı sağ eləsin, əxlin. Məsələn, yaxşı işləyib düzgün nəticəli kuşlar çıxarıb, bir yox 2 dəfə uçurdu, dalbabal göstərdi. Bax, bunun için çalışmalıyıq biz. O moral çesat var. Orada sana sen yapamak vakti Sami Davut'un şey gelmiş yarışa. Onlar hamısı eyni nəsildə. Deyək o çil o gün aynı 25'e getmiş ya. Öyle onun nəsilindəndir. Moral çesatten düşüyor. Maşallah. Onun nəvəsidir. Çox da olar hamısı. Bunlar elə eyni nəsildə. Onlar da eyni, o hemen cinslerdi değil mi onlar? Hə burada Onların oynaklı tutuşu var. Gerçi oynaklı tutuşlar var idi. o ne Samir Yani Gərbəğin o zaman tutuşunda. Sami Davut çok məlləzdə sevmiştim. Ben baktım ona. Çok hoşuma geldi yani. Onlar yaxşı kuşlar. Onun birinci nəsil bizə harda gəlmişdi. Fay kişi var şivələndə. Yaxşı kişidir, hörmətli kişidir. Onun babasını o vermişdi mənə. Sonra öz kuşlarını tuturablar. Çil diyon babası. Çildən gəldi mor çıxdı. Mordan çilləri çıxadı. Her şeyi qaytarıb verir. Mesela kuşların ise damazlığı mesela nesinden artırsan, bu çünkü nesinden damazlığı nesinden kuşlar? 2 cütdən də deyirəm. Amma ki, məsələn, qan da getirib qarışdırmışam. 3 səfərdə qan qarışdırmışam buraya. Eşənlə Əlfadan Qasımla. Ən güclü sahada görmüşəm Əlfa kişinin kuşundan. Qarşılanda. Qasımınkindən də 7 saat yarımdan yuxarı görmüşəm. İndi bu il dəqiqində tam uçuşlarını bu il biləcəm. Eşənin də balaları, bax o qırmızı əblaq var ha. O eşənin o çinlə ağının balasıdır. O mor var deyə bax.
O da bunun qardaşıdır. Bunlar vurmuşam, biz kuşlarından almışam, yaxşı. Gözləri it gözüdür. Çünki onlar da bu ildən başlamışım tutmağa, hələ balalardan tutmamışdım. İndi bu il tutacağım. Dəqiq saatlarını bu il görəcəm bunlar. Göster de bir almışım. Var göster onu. Heç yarından qışımız yox. Ha? Gösterden de. O da kuşlar oldu. Tekrar tapa bilmiş ha. Göz kamera. Neçiden? Görsen bir daha. Bak Köyden. Mahiyet kimi dediniz? Yalanlaşdırma məni. 30 dənə quşum, dostum var, meyti onun qapısındadır. Boyun güllərlə bozquruqları. Maşallah olsun. Rəşid abi erkək mayanı ayırmısan yoxsa ayırmamısan? Bu damazlıqlar bunlar bir yerdədir. Uçurdacaqlarım erkəklər oradadır, mayalar burada. Bala alırsan yoxsa dayandırmısan balanı? Bala diyandırdım təmiz. İndi bir 5-6 belə bala qalıb altlarında, o böyüsünlər, yumurta saxlamayacam. İl ərzində məsəl üçün nə vaxt bala alırsan? Oktyabrın yarısından başlarım biz bu yana. Mayda dayandırırsan necə olar? Diyandırmışım onu. Məsələn bir cütdən neçə bala alanda sənə qane eləyir məsələn çocuk baxımından da yəni şu görmək üçün belə deyək, bilirsən deyə. Vallahi mən bax cütdən məsələn aldığım balayı ilə hamısı alır, hamısı eyni balalar çıxır. Ay biri belə o yan çıxsın, biri bu yan, elə şey yoxdur. Yaxşı cinsi quş, ona görə yetişdirmişəm, o 2 cüt maya balaları yetişdirmişəm ki, niyə vurdum? Yaxşı bala verirlər mənə. Onda belə demək istəmirsən, sezon ərzində, məsələn il ərzində deyirsən, 40 dən balasını sənə bir yetərir ha. Çox aldım, nə 40, bəlkə 300 dənə bala olur. Paylayıram, gedən gedir göylə. Ölən ölür, qalan qalır, belə də quş. Ölən də olur, gedən də olur. Qalan da olur. Rəşad kişi bu ili 2026-cı ildə Allah canlı sağ eləsin yarışdasınız. Bu ili ümumiyyətlə göstəricilər keçən illərə nisbətən necə fikirləşirsən? Necə olar? Yaxşı. Yaxşı. Çox yaxşı olur. Yəni yoxsa keçən illəri bu illər nisbətən yaxşı olur. Keçən də çurdacaqdım, keçən də yaxşı idi. Prosa qalma qaldı, zat dağıldı. Qurub dağıldı. Eybi yox. Allah canlı sağ eləsin, malla bərəkət. Nəticələrin bol olsun. Uçuşların ürəyin istədiyin saatlarla bol olsun. Biz də sevinək. Baxaq, sevinək. Yəni ki, bütün bu təbliğatlar Bakı quşunun xeyrinə keçirilir. Bu yarışlar milli sərvətimiz olaraq Bakı quşunun xeyrinə keçirilir. Əziyyət çəkənlər də ki, siz yarışmaçılarsınız. Allah əziyyətinizi yerdə qoymasın. Allah hər birimizin canını sağ eləsin ki, bu milli sərvətimizi yüksək səviyyədə çox təmsil edərək saxlamaq. təbliğatı ilə məşğul olursunuz. Əslən, yemləmə rejimi necədir? Hal-hazırda vəziyyətdə, damazlıq vəziyyətdə. Bax, bu dağa məndə yemləmə ancaq axşamdan axşama. İndi bir dənə daş üçün yazıb bu götürməyəm, 2-3 dənə atarmaq üçün. Tək buğdan nə yedirsən? Bu dağa tək buğdayla. Amma şiptük qarışıq, balalının camçı qarışıq vermişəm. Bu dağa tək buğdadır. Maşallah təmiz. Yarışa, məsələn, uçulacağın quşları hazır qılan seçim quşları yoxsa bu balalardan uçulacaq. Yarışda 4 illik də var, 5 illik də var. Keçən ilki də var, bu ilki də var. Məsələn, yox. Hamısı qənət quyruqdan çıxarmışam. Uçurmuşam, hamısı hazırdır. Maşallah. Erkəklər çoxdur yoxsa mayalar çoxdur? 75 dənə mayadu, 70 dənə mayadu, 65 dənə erkəkdir. Onların içindən o yoxuşu məsələn içindən sənə 12 dənə quşu çətin deyil sənin? Çətinlik olacaq, elə şey olmaz ki, çətin olmaz. Çətindir. Orada gərək vaxt tapılır. bizən əvvəla vaxt lazımdır. İkinci sad lazımdır, adınadır, mənfiyyət. Pulda məsələn, 2 dənəmdə pıtqat da məndə də quşlarsın. Burada indi içindən çıxdıqca ayrı vaxt alırsan başqa pıtqam yoxdur şey. Gəl ayırasan burada.
çıxdığı içindən ayrıtan. Küt tutmaq olmaz o. Ayırmaq lazımdır. Ama şimdi öyle güç tutup çok kuşların Ya bundan başqa mənə 2 dənə pitka lazımdır ki, erkəkləri atlarını çıxdıqca attım oraya, mayları atlarını attım oraya. O alınmır məndə. Yer sıxılığı var da. Yer çıxılıb balacadır. Azından yarışa qoşulan kuşbazlar yəni yetişdiricilər azından 5 dənə kuş tanası olmalı. altına en idealı değil mi? Hə, ən azı da yəni 5 dənə olmalıdır. Yetişdirici sənsə, heç 20 dənə pitka sən satmaz. Görəşədən indi sən bu yükü deyirsən, bütün qanun biləndən sonra, yəni sırf ayrıcalık sonrası o boya törətməyə gərəksiz. Ne bilirsən bil, gör adamın taması, tama. Tama kamsımızda kuşbazları tama yıkadı. İndi Yaşlanma böyle çölde olanlar damazlıklar dedin. Hə, tamazı var. Yaşlanma damazlık hayvanlardı bunlar. Bütün kuşlar yine bundan törəmələrdir də belə Hə, deyək. hamısı. Bunlar da 2 cüt kuşun törbəsi. Burada bir ağlar var, bir göz xallı, xırda göz xallılar var yaşlanma. Onlar da elə. Hamısı ağlardan çıxır. Altdan göz xallılar çıxır da belə deyək. Altlarından göz halı da çıxır. Sonra bir erkek gəlib çıxıb bunların içindən da çıxır. Bu damazlıq elədiyin heyvanları özün uçudub kəsmirsən belə yaşlanma. Hamısı uçub bunların. Uçmayan kuş yoxdur burada. Yəni özün uçudubsan. Uçub damazlıq eləmişim. Bu kuşların tarixi gedir 95-ci ilə çıxır. 95-ci ilə gedir. 95-lərin. Yarışa hazırladığın quşları qışdan hazırlamısan yoxsa indi bu may vaxtı, yəni yaz vaxtı hazırlamısan o quşları? Keçən il hazırlamışım. 2 il hazırlamışım. Hamısını. Onlar qanat quyruq eləmişdin? Hamısı qənət quyruq olub. 60 dənə, 65 dənə erkəkdir, 70 dənə maya. Hamısı qənət quyruq eləyib uçurmuşam. Sonra qənət quyruq eləmişim. Nə vaxt qanat quyruq eləsən quşları? Aprelin 15-i. Yarışa məsələn birinci ay uçmaq istəyirsən yoxsa ikinci aya hazırlaşsan belə deyək? Mən satmaq ki, iyunun 15-də uçurdum. Lının, Lənəndə ikinci ayın 15-nə qədər. hə 15-də. Çünki 15-dən oynar. Kuş gedir tüvəqə. Ya da avqustun ortalarında, əvvəlində. İçində nişanları fərqli olan quşlar var. Məsələn göy nişanlar var, morlar var. Mor nişanlar var. Onlar da həmin quşlardan törənibdirmi? Bunlar iki qardaşın balalarıdır. Kırmızı nişanlar, kırmızı boyunculu erkeğin balalarıdır. Göy nişanlar, orta kuyruk gök erkeğin balalarıdır. Orta kuyruk, gök orta kuyruk. Hamısı iki kardeş olurlar. Atalar ayrı olurlar. Anadan eyliyorlar. Onlar çempiyonatda da çok mükemmelmiş. Belə deyim də ağların məsələn ata-anası eynidirmi? Yəni eyni qandan gəlir yoxsa ayrı-ayrı qanlardır? Siz ne nişan olursa aynı kana gelmiş. Bak bu göz halıya da gelir çıkır. Mortəb. Çekile. Hə, mortəb gəlir göz xallıya yer çıxır. Bir tarafı göz halı olanda bir tarafı ağır. Altı tane bala var ki sudamayacağım bu yıl ona göre müşat edecekler. Ben kesmişim kanat kuyrukları. Hə, onlar çatdıranmadı da belə deyək. Satarım mıydı? Çünki kuş çoxdur, əşlən maşallah kuşun çoxdur. Ha. Karasay. 135 tane kuştu. Əşləm sən damazlığa atdığın quşu məsəl üçün neçə sezon uçurdub sonra damazlığa atsan?
Məndə olur ki, sıxla damazlıq eləyir. Elə olur ki, 3 il tuturam. Ataların, babaların tutmuşam əvvəldən. Bilirəm hamısının nəslinin köküdür. Məsələn, amma məsələn yeni quşlar işləmirsən, məsələn üçün başqa adamdan qan gətirdin, qatmısan, o qanları məsələn indi balaların yoxlayasan, neçə il davada yoxlayasan ki, onları damazlığa atasan. Onların damazlığa atmamış mən bir 3 dəfə, 4 dəfə balasının üstünə suzmalıyam ondan sonra. Hamısı yaxşı çıxmalıdır balası. Dayı bir dənəsi pis, bir dənəsi yaxşı yox. Hamısı əla çıxmalı. Bu tutulmuşları göstər içəridən, onlara da Gəl. bunlar damazlıqlar, damızı, böyle olanlar. Bunlar mayalardır, Bak mayalardır. Ay maşallah olsun. Mayalara qırmızı vurmuşam qanətlərinə, əkirə, gök. Ha. Başlayırsan bunlar 90% cavanlardır elə deyim olar ki. Hə, cavandılar. Burada ən çox yaşı olan quş 4 yaşı, 5 yaşı. Onlar yarış tutacaqlar da, yəni 4-5 yaş olanlar yarış tutacaq. İçindən alsa yaxşı tutacaq. Keçən ilki var, inişi ilki var, bu ilki var. Sənin üçün nişanın fərqi var mı bu quşlar, rəngin? Mən üçün quş özün istədilməlidir. Mən gözüm axtarmadı quşu, mən üçün o quşun fərqi yoxdur. Quşlara çıxanda gözüm axtarmalı ki, o quş hanı. Onda mən üçün o quş, dəqərli quş axtarıram. Yaşam, baxıram, çılpaq ağlar da var, dolaqlar da var, hə. Onlar da eyni qanlardır, yoxsa ayrı-ayrı qanlardır? Yox, dolaqlar 3 dənə quşun balalardır. 2 maya, bir erkeğin. Kopya bir dənə məndə kafein itili var ya belə. 2 dənə elde. Bu keçən 2 baladır. Gel erkekler içecek. Öləşə deməyin quşxanlar biraz balacadır. Amma maşallah quşu çoxdur, qəşəng törədibdir. Burada erkək at yoldur. Erkəklər buradadır. Maşallah olsun. Ha, maşallah. O kafein itillərdən də çox öləşə deməyin. O qədər içəridə maya yoxşur kafein Böyle itillər. o karasıdır. Qardaşıdır. Ona nə dedin törənib bə? Kopya məndə elləri var, kop məndə də elədi. O de göksül var orada. Ha. De o gök. Çöldə göyçil ha. Bir də bu. Bunlar ki. De o gücevlak gök hakkada tam solardı. Ha, onlardandır. He. Gebeli. Ha, maşallah olsun. Allah bərəkət versin Rəşad əmi. Maşallah, maşallah. Ha, qəşəng birəşlər də var burada. Ha, Allah. Morlar da var. Bu erkəklər hamısı uçulub qanat quyruq eləmişlər. Hamısı çıpılar. Hamısı uçurulmuşam. Kesmişim kanatlarını, kuyruklamışım. Aprelin 15 günü kuyruklamışım bu arada. Burada bir 10 tane evvel çalışıyorlar uçmayacak. Altı kanatlar kesildi akıllar. Uçacak ancak. Ha, uçacaq. Mesela bunlar burada da yaşlı quşlar var mı? Yəni 2-3 il tutulmuşlar belə deyək. Var. Bak, belki var ha. 17 yaş var. Qırmızı boyunun 17 yaşı. Bak. Bu ile bunun karasının nesli damsı. Oradaki damazlıklar da. Ha. 17 serasır süpürüş. Gedəndə də sabah saat 11 12 saat olsa gəlib çıxır. Sən quşun ən çox nəyinə fikir verirsən Rəşad əmi? Gözlüyünə, uçub oynamağına. Yəni sənin üstünlüyü nədə görürsən Quş məsələn? mənim üçün həm gözü olmalı, həm uçmağı, həm oynamağı. Yəni quşların hamısının oynağı var mı səndə? Hamısında. Elə quş üçün məndə oynaması. O çilbaş nədir? Qara çilbaş var, qəribə rəngi var. Əvvəşə oxşayan. Aşağıda yoxdur. De bu. Nasıl? O da düz o da qara var, qara. Bu da o gökçilin balasıdır.
Qəribə nişanı var ha. O da göksürün balasıdır. O gök də göksürün balasıdır. Bundan hal-hazırda Qəriblər də göksürün qanat balasıdır. quyruqlara dolur az qalıb. Sizdə yoxsa dolub tamam yüzdəyim olar ki. Duanlar bir qalıb olar. Orada olsun. Bax, o gün 25'i gelenler ki Batı ayın 28'i qayıtdı. Yox, 27'si qayıtdı o. Maşallah. Bu sildə, bu da bu yandakı kafenin sil. Dedi çift. Hə, qırmızı səhət döyüşən qırmızı çəkirli sil. Bax sonra göz sallıyor ki yani. Dedi. Ha, göz xalın qrup atmışdın ha, gördüm. O da qapı yeşin içində. Bak o 70'i qayıtdı geldi. O 28'i qayıtdı. Sonra bak bu çift 28'i qayıtdı. Bak yanındaki ağanı yok. Ya. Dalağı. Değilsen bu. Bu değilsen bak. 28'i qayıtdılar bunlar. Əslində bunları indi qanatlarda baş uçmağa da vaxtda başlayırsan. Ayın 5'inden sonra. 5-dən sonra uçuşa salasında bunları. 5'inden sonra yavaş bayrağı bırakıp bunlar indi bayrağı bırakamıyor. Bayrağı bırakan kim qalxarlar. Hayır, qanatlar tam deməndə də elədi vəziyyət. Hə. Sonra bütün gün məclis eləyərlər. Allah bərəkət versin, maşallah olsun. Çox tərəflisən. Allah inşallah əziyyəti yerdə qoymasın. Gözəl nəticələr görək burada yayda inşallah Allah'ın izniyle. İnşallah yaxşı olacaq. Yaxşı nəticələrimiz olacaq Allah qoysun. Kuşların sağlamlıqları hamısı yerindədir, maşallah olsun. Allah elə qulluq eləyir. Bunların özlərinin balaladıqları olub mu? Bunların üzərinə sən bir cüt bal almışam ki, olsun. Hə, balaladı. Ağızlar balıya dəksinə. Maylarda da eyni qaydada. Bunların balalarını başlı paylamışam oldu. Çünki birinci qan olduğuna görə vermişəm demişəm. Usurdum nə deyim. Hə, dosta tanışa paylamışsan. Yoxsa cümlə quş çoxdur. Bir 30 dənə quşum elə dostumun qapısındadır. Bozqururdular, qırmızı von, gök von gibi. Bozquru, qırmızı von, gök von gibi. Bu indi burada tavanlar var. Mesela tavanlar yazda faiz diye. Tabii faizdə çıxan heyvanlardır. Yoxsa ondan qabaq səhət eləmişdin balaları. Avqustdan sonra üzübəri, avqustdan 40 dənə bala keçmişdim. Hə. Avqustdan 11'i. Hə. Ondan sonra da çıxanlar var. Maşallah olsun. Kuşun evdə məsələn nə bala quşdan danışdı. Bala quş çıxdı, böyüdü, başlayır uçuş götürməyə. Amma necə kəssən, sən nə vaxt kəssən, necə böyütsən, vaxtda gətirsən? Bala quş mən göyü tanıtırmasam kesmek biraz düz gelmedi. Hadi mən onu nə deyirsən? Bala kuşu heç olmasa göyü tanısın, ondan sonra kesirsən gəlir kuyruğun pramı. Kuyruğunu da kesirəm qənətində belə sulaşır. Ben tüleyende sabır tartanda məzdir. Orada ballar var, kesmişim balları. İnşallah Avgust'tan başlayacağım qənət kuyruğu ilə tutmağa. Bütün kişi ki bilim vardı ne var. Saat görmüyor mesela geti göğe geldi mesela sağa düşmadı dersin yine kessən. Yok zavan kuşu sağda saklamazlar. Zavan kuşu sağda sakladığını sen de kuşu. Hele bir ki oynağa başladı ya. Oynağa başlamamış gitmelidir. Sen köyü tanıttın, kestin sonra yavaş özün Yok tanıttın. sağda tutur, göğü tanıtırım ancak ki tam zadı yok da. Oynağın tanımırım. Ha, uçuşu koymuşsan tam götürsün de yani. Oynağı sonra Hasan gelip söyleyeceğim onu da götürecek. Ama sen bildiğin mesela qandı, vapşe şey yerdən kəsdiyin olub mu? Mesela bilsən ki bu balık qalxdı. Ben de öyle kuş var ki mesela orada. Hiç uçurmamışım. Atasını anasını tanıyorum, ondan çaydı tanıyorum, kanın vermeyin de tanıyorum. Bölüşen kuşlar, lider kuşlar da olur. Kandaşçı kuşlar da. Ha, qandaş, ha, mən də onu demək istəydim elə. Ben kuşun liderinden hoşum gelir. Kuş gerek teslim meresi kuşların hamısının özünden. Dalıca fırlatabilsin. O gelmesi gökten, o uçlar gelmesin. Bağlamalı birbirine özü. Kuş özün birbirine bağlamasa onların uçuşları olmaz. Biri geldi hamısı gelecek yere. Allah malına mülkü və bərəkət versin əşidəmi. Qapımıza həmişə şadlıqlara gələk.
İnşallah yayda da burada gəlib gözəl saatlar görürəm. Maşallah quşların həqiqətən əla, ləzzətlidir. Əvvəlki quşlara baxanda çox dəyişiblər quşların. Düz əvvəlki quşlardan da var burada çoxdur. Amma Öyle hamısı kanıyorların kanıyor. korpusular, şeylər dəyişiblər quşlar maşallah olsun. Bak bu kötü gidesidir. O boyun güller ki. Ha. Zirə boyunda biraz burada çanı var. Bak odur. Hay para. Bayrak çekili gördün ha. Ha. Mor çəkili deyirsən, mor çəpə. Bak bir balası, Bir balans. iki balası, üç balası, dört balası. O erkək çəkili, maya çəkili siz də amma deyəsən, hə? Mayaç keçirsizdir. Erkəyin qanı güclüdür, erkəyin qanı basqındır. O vallahi da 90% erkək çıxıb, görürsənmi? Erkəklər çəkilidir. Əbəşlər belə nereden çıxıb, eləsə dəmi? Əbrəşək Kasım'dan 2 tane əbrəş getirmişsin. Ha. İkisi de erkek çıktı. Ha. O erkekleri vurdum başka renk kuşlarıma, mayalara. Vardım baba oldu. Mor nədir bu mor erkək var ya? Mor sadım o mor erkek uçmuş ya. Ha. Hemen onun kardeşidir, oğuldu. Deyirəm maşallah qəşəng heyvandır da. Onun oğuldu. Morlu oğuldu. Bak bu kuşların içinde bir tane kaliteli erkek var ha. Əbəş boyun? Değil bu. Ha, bu, ha, kafeni çək. He. Bir tane tutulmadı. Ben kuş tutmayacağım akşam. Ha. O yüzden tutmamışım. Yani geldim gördüm ölüsü düşük alıp. Həyətdə qalıb. Hele sabahsından başladım tutmaya. Evvel tuş göstermedi. Ama kuşu baktım gördüm ki bir çekili kuştu. Ondan sakladım. Ha ki kuşu yerlerinden sonra başladı tutmaya. Maşallah olsun. Məşələm, Allah sən balığa bərəkət versin. Sağ ol, sağ ol. İnşallah qapıza şadlıqlara gələk. Var olasan, Allah köməyin olsun. Sağ ol. Allah malıma, mülkə bərəkət versin inşallah. Bir ayda gəlib burada gözəl uçuşlar görək. Düz Rəşad əmin həyatı biraz balacadır, yəni şəraiti biraz azdır, amma maşallah yaxşı heyvanlar var əlində. İnşallah ki, bir ayda gözəl uçuşlarını görərik. Hər kəsə təşəkkür edirəm. Videoları bəyənib kanala abunə olmağı unutmayaq. Dəstək olaraq inşallah. Hörmətli Bakı Göyərçin Klubunun yarış iştirakçıları və Bakı Göyərçin həvəskarları, hər birimizin nəzərinə çatdırmaq istəyirəm ki, Bakı Göyərçin Klubunun yarışları iyul ayının 15-dən etibarən avqust ayının 15-nə qədər davam edir. Bütün bu yarış iştirakçılarının videolarını Əl-Xəzər YouTube kanalında və Rusiya YouTube kanalında Boynu Golubi Lubamira bu iki YouTube kanallarında izləyə bilərsiniz. Hər birinizə bu sezon ərəfəsində gözəl izləmələr, kommentlər, açıq fikir müzakirələrini qeyd edərək, like qoyaraq izləmədə olasınız. Biz Bakı Göyərçin Klubu olaraq Bakı və Azərbaycan üzrə keçirilən bütün yarışlara uğurlar arzu edirik, yarış iştirakçılarına uğurlar arzu edirik və Göyərçin simvolu mehribançılıq, əminamanlıq olaraq hər birimizə can sağlığı arzu edirik. Bu günləri Lökbatanda Rəşad kişinin qonağı olduq. Rəşad kişiyə də can sağlığı arzu edirəm. Allah canı sağ olsun. Uğurlarının bol olduğunu ürəkdən arzu edirəm. Bu günləri biz burada Rəşad kişinin göyərçinlərinə baxış keçirdərək Elnur qardaşımız, Novxanın təmsilçisi, Ceyhun qardaşımız, Novxanın təmsilçisi olaraq hər bir incəlikləri nəzərdən keçirdik. Çox sağ olun. Allah sizlərə can sağlığı versin. Allah xeyir versin. Allah millətimizi qorusun. Amin. Əmin-amanlıq olsun. Hər şeydəki ürəyimiz istədiyimiz kimi olsun. İnşallah. Mən Samir Rızayev Bakı Göyərçin Klubunun baş hakimi olaraq
Sizlərə gözəl günlər arzu edirəm. Çox sağ olun.